Yeni gündən, yeni vlogumuzdan hər birinizi salamlayıram xanımlar. Artıq gördüyünüz kimi mən töküşdürmüşəm. Bu evdə sonuncu günlərimdirmi, bugün köçə biləcəmmi, köçə bilməyəcəmmi tam bilmirəm. Amma mən yerləşdirirəm. Bir gündə köçüb axıra çıxa bilmirik. Yəni 2 gün olsun, bir köçüb daşına bilmirik. Hələ vaxtım var, 3 gün vaxtım var. Yox, 4 gün, ayın 24-də vaxtımdır. 4 gün vaxtım var. Nə də ki, tələm-tələsi köçə bilmirik. Çünki yoldaşım işləyir. Bu aralar çox işləri olur deyə Vıxadnoy da götürə bilmir, mənə də kömək eləyə bilmir. Mən sadəcə belə yığıb, yığışdırıram. Baxın, bu karobkanın içinə səliqə ilə, səhmanla. Axşam işdən gələndə aparıb qoyuruq 1-2 reys. Ondan sonra onları da otaqlara bölürük. Ondan sonra gəlirik. Bunları da götürüm, həm bir tərəfdən dəsmal əriyəcəm, həm də ki, yerləşdirəcəm. Nə qədər ev sahibi desə də, heç bir şey etməyinlə elə qoy qalsın belə, onsuz da iş gedəcək burada, ev uçuracaq, nə bilim, bu şkafları da götürəcək. Serona mən yaşadığım yeri yaşamışam, təmiz tarix də vermək istəyirəm. Belə bunlar, bir də baxın, belə yığışdırdım. Bunları belə səliqə ilə yığışdırıram ki, mənə sonra çətin olmasın. Məndə xəsiyyətdir. O biri evdən buraya köçəndə də 5 il bundan qabaq bütün qablarımı tökdüm, töküşdürdüm. Təmizdilər. Təmiz olsa da yenə suda yudım, təmizlədim, elə köçüb gəldim buraya. Niyə bilmirəm, bu məndə nə xəsiyyətdir. Bu da ki, itirmişdim, tapdım, axırı ki tapdım. Biraz tozlanıb, kirlənib. Buna qışda göy-göyərti yığıram, belə ağzını bağlayıb buzluğa atıram. Çox səliqəli olur. Bu qabdan 1-2-si yenə var, almaq lazımdır mənə. Çox rahatdır istifadə etməyə. İndi yığıb yığışdırmadım karobkanın içinə. Dedim, gəl ərinməkdən sənə ərgiz yorulmaq yaxşıdır. Qablarını sudan keçir, təmiz tarix apar, yerləşdir elə oraya. Özümə iş gəzirəm, xanımlar. Gətirin mən indi bunları yuyum. Dəsmalın üstünə sərim, qurusun, suyu dərilsin. Ondan sonra da ki, yığıb yığışdıraram. Bunları belə həll elədik. Yığdım, yığışdırdım. Altda karobkada produktdur. Üstündəyə karobkada yuduyum stəkanlardır. Suyu dərləndən sonra altına da qəşəng fartuk sərdim. Ondan sonra yığdım stəkanları. Üstünü də örtmüşəm. Qazanın içinə də xırda para şeyləri yığdım, yığışdırdım. Bu torbanın içində də yenə evdə lazım olası şeylər. Bu kuxnyanın işqalının yuxarısını tam boşaltmışam. Bircə 1-2 dənə stəkan, 1-2 dənə boşqa vəyləmişəm ki, bəlkə bugün də tam köçə bilməyək. Bunu belə yudum, yığışdırdım buralar. Yəni belə hələ bunlar lazım olan şeylərdir. İndi çıxım çölə. Hamısı zibildir, bax bu. Evdən çıxmayıb, yəni yeşikdə də vardı. Atası şeylər o vardı. Köynə şeyləri atmışam, aparmaq istəmirəm. O klonkaları yığım, yığışdırım. Təkərlər qoymuşdu qismət onun içinə. Onu da səhər iş yerinə aparanda təkərləri götürüb klonkaları da orada qalıbdı. Burada da ki, bankaları yığıb yığışdırmışam. 2 kiloluq bankalardır. Bir də 1 kiloluqlar lazım olacaqdı. Klokları yığdım. Yəni bunlar gedəsidirlər. Pakizə xanımdır. Bir yandan yuyur, bir yandan mən sərirəm. İstəmirəm heç nəyə kirli aparam. İndi aşinaya getmək istəyirəm. Gedim, bir balaca alışveriş eləyəcəm. Pomidor xiyar almaq istəyirəm.
Ondan sonra gəlim, tez bazar görüm nə pişirəcəm, axşam üstüdür artıq. Gəlin, bunları da özümlə aparıram, biraz çölə çıxsınlar, səhərdən içəridə oturublar. Mənə kömək eləsinlər, aldıqlarımı gətirməyə. Dünən kimi, sırahan kimi vlogumda qeyd eləmişdim ki, uşaqların qutqalarını götürməyəcəm. Çıxardıb yoldan veşilkada asacağım, ehtiyacı olanlar götürər. Bayaq baxıram, görürəm. Oyuncaqları var idi, bir nə qədər. Oyuncaqları qoymuşdum, qutqaları qoymuşdum, götürüblər. Getdim, gəldim. Alışverişimizi də etdik. Çox şey almırdıq, bir balaca alışveriş etdik. 5 dənə soğutma kartuşka astım. Bunu, baxın buna görə asmışam. Tuzlu balıq aldım. Skumbra, bundan ötəri soğutma kartuşka astım. Biraz xiyar, kartoşka, pomidor, göyərti, kinza var idi göyərti, onu da dabafqa elədim. Bir də ki, yumurta aldım. İndi bunları yerləşdirim, deyəcəm, elə də yerləşdirmirəm, elə stolun üstə qoyacam bu xuna stolunun üstünə. Kartoşkanı çıxardaram çölə, bir tərəfə qoyaram. Gedənətən əldə ayaqda dursun da, xaladenikada qoymaq istəmirəm, çünki çox soyuq olur xiyarlar, uşaqlar da elə soyuq xoşlamırlar. Nə də pomidor da, xiyar da xaladenikdən məncə qalıb bumbuz olanda həmən dadı vermir, maya elə gəlir. İndi bilmirəm sizin fikirləriniz də elədir mi? Gətirim, buraları da biraz kirləndirdim, təmizləyim. Bunları doğradım, hazırladım. Burada qırmızı soğandan kinzadı. İndi bir qalıbdır kartuşka. Kartuşka da pişsin. Onu da 4 böləcəm. Elə qoyarım. Ondan sonra da fikirləşirəm ki, pürə pişirəm. Uşaqların zakazıdır. Kartuşka pürəsi. Bu balığı belə də bərt ürəklə basıb yemirlər uşaqlar. Bir mənəm, bir yoldaşımdır. Bir də bacımdır bunu yeyən. Bunun da vaxtına az qalıbdır. Biraz da qaynasın. Ondan soyuq suya qoyacağım. Ondan sonra qabağını soyaram. Qızlar, baxın bu kartuşkadır, yumurta soğutmasıdır pişirəndə. Bu qaynatdığımız suyu atmırıq. Əgər güllərimiz varsa da soyandan sonra güllərimizi bununla sulaya bilərik. Əlim yandı. Bu arada da bu kartuşkanın suyu çox xeyirlidir. Güllərin bol-bol çiçək açmasını. Neyse, bunlar da buradadır, yerləşdirməmişəm. Yəni, yerləşdirməyə də bir ehtiyac da yoxdur, artıq yığışdanım da. Bu tərəfdəki belə hazır durur. Burada belə. Ali xan, gəlin yemək yemək olun. Bizim sadə süfrəmiz. Gəlin. Təzə dəmləmişim deyə dəm tam olmuyubdu. Rəngi biraz açıqdır. Normalde elə nə tünd dəmli içmirəm, nə də ki çox açıq içmirəm də orta.
Bu biraz Milisə görüb. Qorxu elə bil. Yığışdırdınız mı orayı? Ben de уже yığıştırdım. Təmizliyim, bax təmizliyim. Aynen. Hamısını bak bu skulptura şeyine koydum. Hamısı şey oldu. Musor deyən şey qalmasın, hər şeyi yığışdırın. O qədər kağız cırıb tökürsünüz. Bax, o cırdığınız kağızları zaten təmizləyin. Şimdi Ali, bax. Ben gedim musor atıyorum. Yaxşı. Спасибо, спасибо. Ben çok rahatsızım. Привет, папа, привет. Спасибо тебе большое, спасибо. Ali, Ha, kapana deyin gələndə çörək alsın. ben de genelde çöreğe var. Genelde çöreğe var. Baba herkes, baba. Değerim genelde çöreğe var. Baba bize her şeyi hazırladı. Bunlar aparatlı şeyler değil mi? Yok, değil mi? Ne dersin ben kahve yapayım? Давай чай. Her şey yapıyorsun. Давай bak. А? Что? Синие волосы зеленые değil. Çarmağın bir çarmağın. Deyirəm, mən bu bir otağın içinə, qızlar, nə qədər veş-vuş yığmışammış. Yığışdırdıqca qutarmır. Oraya baxırsan, orada var bir şey, buraya baxırsan, burada var. Hələ nə qədərdir, eşdədir. Bunun içi paltardır yenə. Burada da belə kitab, dəftər, nə bilim, hər şey yığdıq, yığışdırdıq. Burada da asmışam yenə kartoşka. Bu da pişsin, əzəcəm, yağ soğanı atdıracam, bu da olacaq pürə. Hələ işim deyən şey qutarmayıb, amma özüm qutardım, yoruldum, həqiqi yoruldum. İndi qalıb da ütülər, saç ütüsü, paltar ütüsü, fen, belə şeyləri də bir kloka yığım. Onu da qoyum ki, gələndə qismət ən azından 2 reys aparsın. Bir otağın içindən nə qədər veş-vuş mən çıxartdım, ay Allah, hələ də qutarmayıb. Yumuşaq şeylərdən. Daha məktəb yoxdur, değil mi? Kanikula getdilər.
Balığı məndən başqa yeyən olmadı. Uşaqlar hərəsi bir dilim yedi. Qismət də istəmədi. Pürə bişirmişdim. Qismət pürə yedi pomidor xiyar salatından. Bir də yerdə qalan kartoşkanı, soğutma kartoşkanı baxın bunun içinə qatdım. Belə salat kimi yetdim. Bununla bir olmuşdu. Uşaqlar da qismətdə yedi. Dadlı alınıb bu belə. Bayaq mən pomidor xiyar hazırlamadım. Özüm oturub yemək yeyəndə. Çünki mən balıqla pomidor xiyarı yeməyi xoşlamıram. Elə bilirəm ki, çiğ ət yeyirəm. Onu yeyəndə ona görə də ki, doğramamışdım. İndi bir boş qab salat etdim. Uşaqlarla birlikdə qismət yedi nüş etdi. Üstündən də bir stəkan çay içdik. İndi qalıbdı mənə iş. Burayı yığıb yığışdırmaq, yerləşdirmək. Bu qalan balığı da xaladenika qoyacağım. Eybi yoxdur. Yarısını yemişdim. Yarısı qalıbdı. Bunu da sabah nüş edərəm. Hayıbdır. Mən xoşlayıram, yəni belə duzlu balığı çox xoşlayıram. İntihası tez-tez də istifadə etmirəm də, almıram. Ayda bir dəfə ürəyimə düşəndə alıram, yeyirəm. Amma tez-tez alıb yeyən deyiləm, onu da deyim. Ürəyim istəyəndə yeyərəm. Bunu da yenə xaladenika qoyarım. Buna duru yağ vurmamışam. Sabah duru yağ vuracağım. Bu dəfə yağsız etmişdim. Üstünə sabah biraz duru yağ vuraram. Yenə yeyirlər. Yəni soğan xeyirlidir. Uşaqlara da xeyirlidir. Böyüyə də, kiçiyə də, hər kəsə də xeyirlidir. Yığım yığışdırım artıq. Bilirsinizmi saat neçədir? Saat 12 olur. 10 dəqiqə qalıbdı. Getdik bir dəfə bir maşın yığıb yığışdırdığım yükün hamısını tökdük. Evə qapısını kilitlədim, gəldim. İndi geridə nələr qalıbdı? Bir mənim gülüm çiçəyim qalıbdı. Ondan sonra xaladenikdir, maşınqadır, stralli maşınqadır Pakizə xanım. Yazıq 3-4 gündür işləyir, heç xarab olmaq niyyəti də yoxdur. Deyirəm, hayıbdır, götürüm onu da özümdən. Ondan bir duxovkam qalıbdı. Bir də nə bilim, mən geridə xırda para şeylər qalıbdı. Onu da ki, sabah apararıq. Yəni, hələ sabah da buradayıq, bu evdəyik. Yavaş-yavaş daşınarıq da, indi hamısını bir gündə edə bilmərik ki. Alınmır. Həm işdir, həm gücdür, həm köçüb yerləşməkdir. İncəfara var da vaxtımız, hələ bir 4 günümüz var, rahat-rahat. 4 gündən çox da qala bilərik. Bizə yəni demişdi ki, ayın axırına tam qala bilərsiniz, dedi. Narahat olmayın, dedi. Evinizi rahat-rahat tutub, köçüb yerləşərsiniz. İndi bilmirəm, bizdə də nəsə xəssiyyət var. Bir şeyə başladıqmı, gərək tez həll eləyək işimizi. İntihası mən deyirəm, tələsməyin yeri döydə, yavaş-yavaş işimizi, gücümüzü görərik. Belə. Mən xanımlar, bu buladıqlarımızı yuyum, yığım, səhərə kirli qablarım qalmasın. Bu balıqdır, salatdır, xaladenika qoyum. Sizlərlə elə burada sağollaşım. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Örtümüzün də hay-haya gedib, vay-vaya qalıb almıram. Təzə ört alacağım, təzə evimizə. Ona görə burayı dəyişmədim. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Çünki bizdə saat 12-dir. Ona görə elə deyirəm. Siz nə zaman izləyəsiniz? Elə o vaxtınız xeyirli, huzurlu, bərəkətli olsun. Evinizdən hər zaman huzur yağsın.